Bu günləri gənclərimizi düşündürən suallardan biri də budur ki, Allah bizi niyə yaradıb? Allahın bizi yaratmaqda məqsədi nədir? Allah haradadır? Və çoxsaylı izləyicilərin fikirlərini nəzərə alaraq belə qənaətə gəldik ki, belə bir mövzu hazırlayaq. Ən çox din xadimlərinə verilən suallardır. Mən Allahı və onun kitabını qəbul etmirəm və mənə sübut elə ki, Allah var. Materialist baxışlara malik olan Əbu Şakir Disani adında bir şəxs var idi və İmam Cəfər Sadiq əleyhissalamın yanına gəldi. Belə bir sualla müraciət elədi. Mənə Allahın varlığını sübut elə. Sən deyirsən Allah var və mən deyirəm Allah yoxdur. Mənə Allahın varlığını sübut elə. Bu anda İmam Cəfər Sadiq əleyhissalamın yanında uşaqlar əllərində yumurta var idi və aldı misal çəkdi. Dedi, görürsən qapalıdır və bərkdir. Bunun içərisində pərdə var və pərdənin içərisində gümüşü rəngli maye və bir də qızılı rəngində olan maddə var. Nə gümüşü rəngində olan maye qızılı rəngində olan maddəyə qarışır, nə qızılı rəngində olan maddə gümüşü rəngində olan mayeyə qarışır. Və heç kəs də deyə bilməz ki, bundan dünyaya gələn varlıqlar hər hansısa bir xüsusiyyətə malik olacaqlar. Heç kəs bunu deyə bilməz. Və yaxud da ikinci bir misalı çəkək. Tovuz quşu və tovuz quşunun qanadlarına fikir versə rəngbərəngdir. Deməli, bu rəssam tablosunun bir yaradanı vardır. Bu öz-özünə yarana bilməz. Əbu Şakir Disani yatmışdı, sanki yuxudan ayıldı. Dedi, şəhadət verirəm ki, yaranış aləminin bir yaradanı vardır. Eyni zamanda Allahın varlığını biz müəyyən yollarla sübut edə bilərik. İlahi fəlsəfədə qeyd olunur. Allahın varlığını 3 yolla sübut eləmək olar. Birinci məsələ budur ki, Allah cisim deyil. İkinci məsələ budur ki, Allah mürəkkəb deyil. Üçüncü məsələ budur ki, Allah gözlə görünmür. Yəni bizim əqidəmiz budur ki, Allahın gözlə görünməsi qeyri-mümkündür. İnsan yalnız Allahı görə bilər qəlbinin gözü ilə.